Bu saçın son halına baxanda heç kim düşünməz ki, bu prosesə başlamazdan əvvəl saçın hər hissəsinə eyni məhsulu tətbiq etməmişəm. Əslində bu videoda mənim üçün ən maraqlı hissə məhz məhsulların özündən çox onları harada istifadə etməyimdir. İlk olaraq Cubellanın qara oks plastikası. Bu məhsulu saçın diblərinə tətbiq edirəm. Çünki burada saçın daha hamar və düz görünüşünə gəlməsini istəyirəm. Amma uzunluqlara keçəndə eyni məhsula davam etmirəm. Burada artıq Cubellanın botoksu və rozov rəngli eliksiri işə düşür. Və baxın, məhsulu sizə ayrıca göstərirəm. Hətta qabın içində necə göründüyünə qədər. Çünki məncə belə videolarda nəticəni göstərmək qədər nəticəyə necə gəldiyini göstərmək də maraqlıdır. Bir tərəfdə daha güclü işlənməsi lazım olan hissə diblər, digər tərəfdə isə daha incə yanaşdığım uzunluqlar və uclar. Yəni eyni saçdır, amma saçın hər hissəsində eyni yanaşma yoxdur. Məhsullar tətbiq olunur, saç işlənir və indi isə gəlin ən maraqlı hissəyə baxaq. Final, parlaqlıq, hamarlıq və o səliqəli düz görünüş. Mən sizə hər bir şeyi göstərmək istəyirəm. Gözəl nəticə bəzən istifadə etdiyim məhsulların sayında deyil, onları harada və necə istifadə etdiyini bilməyindədir. Bu saçda bütün sir məhz buradadır.